Salam dəyərli tələbələr, bu gün triqonometriya aid suala baxırıq. Kosinus x-i t ilə əvəzləyək. 2t-nin kvadratı çıxılsın 5t üstə gələk 2 bərabərdir 0. Diskriminantımız d bərabərdir 5-in kvadratı çıxaq 4 vuraq 2 vuraq 2. Bu da bərabər 25-dən çıxırıq 9. 25-dən 16 çıxırıq qalır 9. T1-imizi tapdıqda 5 üstə gələk kök altında d-dən 9-dan 3 çıxır 2 vuraq 2. 5-in üstünə də 3 gəldikdə 8 bölək 4 edir 2. T2-miz isə 5 çıxaq kök altında 9 bölək 2 vuraq 2. O da 5-dən də 2-ni çıxırıq. 5-dən 3 çıxırıq 2. 2-ni 2-yə vururuq 4. O da edir 2-də 1. Kosinus qiymətlər alır -1 ilə müsbət 1 aralığında. Ona görə də 2-ni götürmürük, bu aralığa düşmür. Kosinus x bərabərdir 2-də 1. 2-də 1 isə 60 dərəcədə alınır. X də bərabərdir pi plus minus pi böl 3 üstə gələk 2 pi k.